Söyüş söymək olmaz, ancaq cəhənnəmə göndərmək olar. Bunu prezidentin mətbuat katibi belə düşünür. Gündəm xəbərin efirində 22 mart tarixidir və bir məlumata diqqətinizə çatdıracağıq. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskvanın Avropa ölkələrinə qarşı söyüş ifadələrindən istifadə etmədiyini bildirərək bu cür davranışların qeyri-etik diplomatik bir anlayış olduğunu vurğulayıb. Belə ki, Peskov diplomatiyanın mahiyyəti haqqında danışarkən kifayət qədər qalmaqallı və ironik bir tərif verib. Belə ki, diplomatiya nədir? Bu, bir insanı cəhənnəmə və ya loru dildə desək, rədd olub getməyə elə bir şəkildə göndərmək bacarığıdır ki, o həqiqətən də oraya getmək üçün hazırlaşsın, deyə Kremlin sözçüsü bildirib. Peskovun bu sözləri son zamanlar Rusiya rəsmiləri, xüsusən də Dmitri Medvedevin məhz qərb liderlərinə qarşı işlətdiyi sərt və təhqiramiz ifadələr fonunda xüsusi maraq doğurub və o qeyd edib ki, Rusiya hakimiyyəti beynəlxalq münasibətlərdə etik normaları qorumağa çalışır. Lakin bu, qarşı tərəfi lazımi ünvana göndərmək hər hansı bir maneçilik törətmir deyə bildirib. Belə ki, sosial şəbəkələrdə geniş müzakirə olunan bu bəyanat qərb diplomatları tərəfindən Rusiyanın aqressiv xarici siyasət ritorikasının daha bir nümunəsi kimi də qiymətləndirilmiş olub.